18-ci bölüm Şeytan və Gizli İncillər. İsa aleyhissalam bir şəxsiyyət olaraq müsəlmanlara da, xristiyanlara da son dərəcə əzizdir. Onun qoyub getdiyi irs bizə Allahın böyük hədiyyəsidir. Bir peyğəmbərin sözü nadir hallarda çox yaxşı sənədləşdirilir. Bütün əhd-i cədid onun həyat hekayəsinin və risalətinin qorunmasına həsr olunur. Hazırda bildiyimiz İncilin 100 illərdir mövcud olduğunu nəzərə alsaq, onun əksər insanlar tərəfindən məqbul sayılması təəccüblü deyil. 4 kanonik İncil, Matta, Mark, Luka və Yuhanna İsa aleyhissalamın təlimlərinin təsdiqlənmiş həqiqi şərhləri hesab edilir. Bəs onun risaləti bundan daha çox idisə, onda necə? İsa aleyhissalam özü də bunu vurğulamışdı. Sizə deyiləsi daha çox sözüm var, lakin onlara tab gətirə bilməzsiniz. Amma o həqiqətən ruhu gələndə sizi həqiqətin tamamına yönləndirəcək. O, heç nəyi özündən söyləməyəcək. Nə eşidirsə onu söyləyəcək və sizi hələ olmamış şeylərdən agah edəcək. O, məni izzətləndirəcək, çünki mənim olandan götürüb sizə bildirəcək. Atanın hər nəyi varsa mənimdir. Buna görə də ruh mənim olandan götürüb sizə bildirəcək, söylədim. Yuhanna İncili 16-cı surə 12-15-ci ayələr. Nəbilər və rəsullar daima ilahi elmlə gücləndirildi, amma onun hamısı dünyaya açıqlanmadı. Allahın mürsəl peyğəmbərləri əksər hallarda ümumi kütləyə məlum olan din ilə sadəcə ən yaxın səhabələri üçün saxladıkları gizli təlimlər arasında bəzi boşluqlar buraxaraq müəyyən şeyləri sadəcə öz yaxın çevrələrinə öyrədərdilər. Soruşa bilərsiniz ki, axı niyə? Əslində cavab aydındır. Bəzi insanların həqiqəti qaldıra bilmədiklərini görmək üçün nümunə olaraq Mani Peyğəmbərə baxmağınız lazımdır. İsa aleyhissalamın da özündən əvvəlki peyğəmbərlər kimi digərlərindən daha çox bilən bir qrup yaxın səhabəsi var idi. Hətta o bir dəfə belə buyurdu. Sirlərimə layiq olanlara açıram. Sağ əlinin verdiyini sol əlin bilməsin. Thomas İncili 62-ci ayə. Erkən xristiyanlardan İsa aleyhissalamın gizli təlimlərini bilən bir qrup şəxs var idi. Onlar ruh haqqında gizli həqiqətləri bilir, reinkarnasiyaya inanırdılar. Onlar Əflatunun və Hermesin mistik təlimləri ilə yanaşı İvritcə olan İncil kitablarını da oxuyurdular. Lakin agnostiklər kimi tanınan bu erkən xristiyanlar 1945-ci il dekabrın bir gününə qədər əsrlər boyunca susturuldu və unutturuldu. Naq Həmmadi şəhərinə yaxın yuxarı Misir səhrasında 150-dən çox dəlmə deşik mağarası olan bir dağda gizlədilmiş bir xəzinə aşkar edildi. Muhammed Əli adlı bir ərəb kəndli öz qardaşı ilə birlikdə əkinlərini münbitləşdirmək üçün yumşaq torpaq axtarırdılar. İki qardaş böyük bir təpənin ətrafını qazırdılar ki, qazma təxminən 1 metr hündürlüyündə qırmızı rəngdə bir saxsı qaba dəydi. Qızıl ola biləcəyini düşünən Əli qazma ilə saxsını qırdı və içində dəriyə bükülmüş 13 papirus kitab tapdı. Dəriyə bükülmüş bu kitablar Qibti dilində 52 nüsxə yazıdan ibarət idi. Onlar agnostik İncillər kimi tanındı və bizim varlığımız haqqında gözəl, mistik, aydınladıcı anlayış ortaya qoydu. Təsadüf deyə bir şey yoxdur. Bu kəşfin zamana uyğunluğu demək olar ki, bir möcüzədir.
Çünki o, başqa bir şəxsin zuhuru ilə üst-üstə düşür. İsa əleyhissalam həqiqətin ruhundan, gizli şeyləri açıqlayacaq şəxsdən bəhs etmişdi. Bu, Ali Muhammed əleyhissalamın qaiminin vəsfinə uyğun gəlir. Bir hədisdə belə deyilir. O, bir elm aşkar edəcək ki, ərəblərə ağır gələcək. Və kafirlərə çətin gələcək. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur. Bizim qaimimiz qiyam etdiyi zaman insanları yenidən İslam'a çağıracaq. Onları aradan qaldırılmış və üz döndərdikləri məsələlərə hidayət edəcək. O, Mehdi adlanıb. Çünki o, insanları uzaq düşdükləri şeyə hidayət edəcək. O, qaim adlanıb. Ona görə ki, haqqı dirçəldəcək. Əllamə Məclisi Biharül Ənvar kitabı 51-ci cild səhifə 30, hədis nömrə 7. Təxminən 2000 il gizlilikdən və qaim İmam Əhməd Əl-Həsən əleyhissalamın doğumundan təqribən 10 il sonra, nəhayət 1970-ci illərin sonlarında agnostik İncillər ingilis dilində nəşr edildi. İncillər və qaim əslində bəzi eyni həqiqətləri açıqladı. Ortodoks qanunları ilə agnostik yazılar arasındakı fərqlər qara və ağ, yaxud zülmət və nur kimidir. Bəzi sözlər və aktyorlar eynidir, lakin hekayə özü fərqlidir. Agnostik İncillər geniş şəkildə xeyir və şərrin həm zahirdəki, həm də daxildəki döyüşündən bəhs edir. Bu, xristiyan müqəddəs kitablarında vurğulanmayan bir məfhumdur və bunu heç də yaxşı səbəbdən etməyiblər. Hər şey yaradılışın başlanğıcına qayıdır. Agnostiklər öyrətdi ki, bəşəriyyət ən başından bəri dualistik mübarizədə tələyə salınıb. Belə ki, agnostik İncillərə görə bu dünyanın yaradıcısı Əhd-i Cədiddəki İsa'nın yönəldiyi həqiqi səmavi ata deyil. Bu, görünən aləmin yaradıcısı bir neçə adla, o cümlədən Yəldəbus adı ilə tanınır. Yəldəbus ilk hakimdir. O, anasından böyük güc aldı. Sonra onu tərk etdi və doğulduğu yerdən uzaqlaşdı. O, nəzarəti ələ aldı və özü üçün parlaq atəşdən hələ də mövcud olan başqa aləmlər yaratdı. Yəldəbus 7 məlik təyin etdi. Birini 7 səma üzərində hökm sürmək üçün cənnətin hər qatına, 5-ini isə uçurumun dərinliyində hökm sürmək üçün. O, öz atəşini onlarla paylaşdı. Amma anasından aldığı nurun gücündən heç nə vermədi. Çünki o, cahil zülmətdir. Nur zülmətlə qarışanda zülməti parlatdı. Zülmət nur ilə qarışanda nuru bulandırdı və nə nur oldu, nə də zülmət. Əksinə qarantıl oldu. Bu qarantıl hakimin 3 adı var idi. İlki Yəldəbus, ikincisi Skala, üçüncüsü isə Səmaildir. O, öz qəflətində xəbisdir. O dedi, mən Allaham, məndən başqa ilah yoxdur. Çünki o, öz gücünün hardan gəldiyini bilmədi. Gizli Yəhya İncili. Gizli Şam yeməyi İncilində də buna bənzər bir hekayə ilə qarşılaşırıq. Amma bu dəfə saxta ilah olan Yəldəbus daha tanış bir adla, şeytan adıyla adlandırılır. Həvari Yuhanna İsa'dan soruşdu. Ağa, şeytan düşmədən öncə onun sənin atanın yanında şanı nə idi? O əleyhissalam mənə buyurdu. Onun şanı o idi ki, o nəyim cənnətini idarə edirdi. Mən isə atamın yanında otururdum. Şeytan atanı yamsılayan bütün şeylərin ağası idi. Onun qüdrəti səmadan cəhənnəmə qədər indi və yenidən cəhənnəmdən görünməz atanın ərşinə qədər yüksəldi. O,
səmaları dəyişdirənin şanını müşahidə etdi və ərşini səmaların buludları üstündə yerləşdirməyi arzuladı. Çünki o ən uca Əliyul Əla kimi olmaq istədi. O, yol boyunca havanın, suyun, buludların qapılarından keçərək atəşə qədər endi. Bundan sonra o, atəşin alovunun şiddətindən dolayı daha irəli gedə bilmədi. Sonra şeytan arxadan gəldi və öz qəlbini şərlə doldurdu. Hava mələyinə və suların üstündə olan mələyə çataraq dedi: "Hər şey mənə məxsusdur." Gizli Şam yeməyi İncili. Şeytan pis niyyətlə başlamadı. Əksinə, o bir mələk idi. Amma İncilin bildirdiyinə görə o, öz yaradılışı hesab etdiyi bu dünya uğrunda qəlbini şər və həsədlə doldurdu. Bu faktlara rəsmi İncil kitablarında da işarə edilir. Həvari Paul bir dəfə xəbərdarlıq etdi ki, şeytan özünü nur mələyi kimi göstərir. Korinflilər 2, 11, 14-cü ayələr. Şeytan parlayan mənasına gələn Lusifer kimi də tanınır. O bir vaxtlar mələklərin arasındaydı və bu sir deyil. Yəhya İncilində birdən çox yerdə İsa əleyhissalam şeytanı bu aləmin məliki olaraq zikr edir. O, bir dəfə insanlara belə buyurdu: "Mən şeytanın səmadan şimşək kimi düşdüyünü gördüm." Luka İncilində İsa əleyhissalam belə buyurur: "Siz atanız şeytana mənsubsunuz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan bəri qatil idi və həqiqətə bağlı qalmadı. Çünki onda həqiqət yoxdur. Yalan danışması təbiidir. Çünki o yalancıdır və yalanın atasıdır." Yuhanna İncili 8-ci bölüm 44-cü ayə. Xristiyan İncilində İsa əleyhissalam dəfələrlə bu dünyanı və insanların yerləşdiyi bədənləri şeytanın yaratması faktına vurğu edir. Gizli Şam yeməyi İncilində İsa əleyhissalam belə buyurur: "Dinlə Yəhya, ey atamın əzizi. Cahillər səhvən deyirlər ki, atam bu bədənləri palçıqdan yaratdı. Həqiqətdə o, nəyim cənnətlərinin hamısını Ruhul Qüds vasitəsilə yaratdı." Bu, Mani əleyhissalamın ruhani aləmin varlığına inanan agnostiklərə öyrətdiyi şeyi hər tərəfli əks etdirir. Ruh aləmi Allahın özü kimi nurdandır. İsa əleyhissalam onu bu cür təsvir edir: Üzərində heç nəyin hökmran ola bilmədiyi vahid, nuru ilə qaim olan o Allahdır və hər şeyin atasıdır. Hər şeyin fövqündə olan görünməz, heç bir gözün nəzər edə bilmədiyi xalis nur, vahid, görünməz ruh. Biz onu ilah və ya ilaha bənzər kimi düşünməməliyik. Çünki o ilahdan daha böyükdür. Çünki ondan uca heç nə yoxdur və onun fövqündə heç bir Rəbb yoxdur. Onun heç vaxt bir əskiyi olmamışdır ki, tamamlansın. Çünki o daima nurun tamamilə kamildir. Gizli Yuhanna İncili. Agnostik düşüncəyə görə Allahın yaratdığı bu kamil nur həyatın mənbəyidir. Günəşin parladığı və şüa saçdığı kimi kamil nur da iyon adlanan işıq şüaları yayır ki, onlar da ruhlardır. Agnostik İncillər dəfələrlə ruhları həyat olaraq zikr edir və ruhu bədəndən fərqləndirir. İnsan bədəninin yaradılışı agnostik İncillərin bir çoxunda ətraflı şəkildə izah edilir. Bəzi fərqliliklərin olmasına baxmayaraq, onların hamısı bədənimizin Allah tərəfindən yaradılmaması ilə razılaşır. Yəldəbus onunla birgə olan
rəyasət sahiblərinə dedi: "Gəlin Allahın surətində özümüzə bənzər bir bəşər yaradaq ki, bu bəşər surəti bizə nur versin." Onlar ilk kamil insan kimi bir varlıq yaratdılar və dedilər: "Gəlin onu Adəm adlandıraq ki, onun adı bizə nurun gücünü versin." Hər bir hakimdən olan bir parça qəliblənmiş bir bədən halına gəldi. Onların rəhbəri də beyni və iliyi yaratdı. Bundan sonra həmin şəxs qarşısındakı kimi görünməyə başladı. O, ruha sahib bir şəxs oldu və o, özündən öncəki şəxsin adından sonra Adəm, yəni ata adlandırıldı. Adəm yaradıldığı zaman baş yaradıcı onu boş bir qab kimi tərk etdi. Beləcə Adəm ruhsuz, abort olunmuş bir fetus kimi formalaşdı. Qırxıncı gün Sofya Zoy ruhsuz Adəmə öz nəfəsini üfürdü. Amma bədən özü nurdan olan nuru pərdələdi. Şeytan da bu qüdrəti öz xeyrinə istifadə etdi. İlk hakim bəşərə unutqanlıq suyunu içirdi ki, onlar hardan gəldiklərini bilməsinlər. Toxum bir müddət qaldı və kömək etdi ki, ruh müqəddəs aləmlərdən enən zaman dənizi qaldırsın və onun qüsurlarını aradan aparsın. Bütün kamillik aləmi müqəddəs olsun və heç bir qüsuru olmasın. Yuhannanın gizli İncili. Bu yazıların təsvir etdiyi həqiqətin rəsmi haqqında bir düşünün. İki ayrı aləm var. Biri mükəmməl şəkildə ruhları yayan kamil nur aləmi, digər isə ruhların naqis bədənlərdə həbs olunduğu və nur aləmindəki mənşələrini xatırlaya bilmədikləri aləm. Biz eyni anda iki yerdəyikmi? Yoxsa şuurumuz bir illüziyanın içində tələyə salınır? Agnostiklər inanır ki, bu dünya əslində cansızdır. Çünki İsa əleyhissalam Thomas İncilində belə buyurur: Dünyanı tanıyan kəs bir cəsəd tapar. Cəsəd tapan kəs üçün də dünyanın bir dəyəri olmaz. Thomas İncili 56-cı ayə. Odur ki, məntiqə görə canlıların başqa yerdə yaşadığını fərz etməliyik. Bir şəxsin məqsədinə doğru səfəri bunu dərk etməklə başlayır. Bədən, dünya və maddi yaradılış zülmətdir və ruhu olanlar nuru xatırlamaq və geri qaytarmaq üçün öz ruhlarını oyatmağa çalışmalıdırlar. Thomas İncilində İsa əleyhissalam belə buyurur: Baxın, əgər bütövsünüzsə nurla, yox əgər bölünmüşsünüzsə zülmətlə dolacaqsınız. Başqa sözlə desək, ruhun nuru bədənin və ya nəfsin zülmətinə qalib gəlməlidir. İsa əleyhissalam ruhu sadəcə bədənin zülməti ilə savaşaraq yetişdirilə bilən nur toxumu ilə müqayisə edirdi. O əleyhissalam belə buyurur: Müqəddəs ruhun toxumu gizli olduğu müddətcə pisliyin bir təsiri yoxdur. Amma o, hələ müqəddəs ruhun toxumunun içindən çıxarılmayıb. Hamı şərin köləsidir. Lakin toxum açıqlananda kamil nur hər kəsə axacaq. Filip İncili. Bu,
bizi cəhalətdə tələyə salan bədən pərdəsidir. Agnostik İncillərin çoxu bu agahlıq əksikliyini mürgüləmə halı ilə müqayisə edir və hədəf ondan ayılmaqdır. Sən gəldin, ionlar dərəcə-dərəcə idi. Sən gəldin, onlar səndə toplandı. Bizə səmalardan xəbər ver. Oyanın ey yatanlar, oyanın ey yatanlar. Mağarada yatın ki, səmanın xəbərini ala biləsiniz. Xəbərin daşıyıcısı nur diyarından olan xəbərlə səmanın xəbərini çatdırmaq üçün yola çıxıb. O göndərildi. O gülərək xəbəri ona demək üçün ilk adamla yarışdı. O gəldi, qapıları döydü və səsləndi. Dərhal açın, səmalardan xəbər var. Qibti dilində Manxeist mahnı kitabı. Aydındır ki, agnostik İncillərin məzmunu yaradılışın mənbəyindən həyatın məqsədinə qədər bildiyimiz İncillərdən kifayət qədər fərqlidir. Amma xristianlığın ilk günlərində agnostizm gənc dinin əsas səsi idi. Bugün xristianlıq köklü inancdır, lakin bu xeyli vaxt alıb. Yüzillərdir ki, nə bir rəsmi müqəddəs kitab, nə də vacib rituallar var idi. Hətta dinin əsas aspektləri də müzakirə mövzusu idi. 4-cü əsrə qədər xristianlıq çox geniş yayılmışdı. Roma imperatoru Konstantin xristianlığı imperiyanın rəsmi dini olaraq qəbul etdi. Bu zaman dinin daxilindəki ixtilaf problemə çevrildi. Hazırda az qala xristianlığın bütün sektaları İsa əleyhissalamın Allahın oğlu olduğunu öyrədir. Amma 4-cü əsr xristianları bu məsələdə parçalandılar. İmperator bu məsələni həll etmək ümidi ilə 325-ci ildə Nikeya məclisi də daxil olmaqla silsilə məclislər təşkil etdi. Tarixin bu nöqtəsində din və siyasətin qarışıqlığını təsəvvür edin. Kilsə gücünü möhkəmləndirmək üçün bu məsələlərdə təşkilatçılıq etməli və rəsmi mövqe tutmalı idi. Bu məclislər İncilin rəsmi versiyasına, Roma Katolik kilsəsinin bugünəcənə bədləşdirdiyi həmən İncilə hansı kitabların daxil ediləcəyini seçdilər. Hekayənin digər versiyaları sadəcə olaraq məhv edildi və insanlar aldadıldı. Bu dünyada fırıldaqlıq kök salıb. Nəhayətdə bura şeytanın dünyası və sığınacağıdır. Şeytan bizi müqəddəs olduğuna inandırmaq üçün əlindən gələni edir. Bəlkə öz-özünə düşünürsən ki, o məni aldada bilməz. Amma sən həqiqətən bunu düşünəndə o artıq buna nail olmadı mı? İnsanların çoxu bu dünyanı yaradanın Allah olduğuna inanmırmı? O, özünü Allah ilə əlaqələndirərək insanları aldatmayıbmı? Buna baxmayaraq, İsa əleyhissalam öyrətdi ki, arxasında Allahın gücü olmadan iblis bir heçdir. Düşmədən öncə o, ilahlıq iddia etməyə çalışdı və digər mələkləri özünə ibadət etdirərək aldatdı. O dedi, hər şey mənə məxsusdur. Əgər mənə qulaq assanız, mən taxtımı buludların üstündə yerləşdirəcəyəm və ən ucaya bənzər olacağam. Mən yuxarı səmanın sularını geri çəkəcək və dənizin tutduğu əraziləri geniş dənizlərdən ibarət vahid bir varlıqda toparlayacağam. Elə ki, bu bitdi, yer üzünün heç yerində su olmayacaq.
və əsrlər boyunca sizlə birlikdə hökm sürəcəyəm. Lakin atanın ərşindən nə edirsən, ey atanı inkar edən, ey mələkləri yoldan çıxaran, ey günahın yaradıcısı, etmək ümidinə olduğun şeyə tələs deyə səs gəldi. Sonra ata mələklərə əmr etdi. Onların libaslarını çıxarın. Mələklər şeytana qulaq asan bütün mələklərin libaslarını, taxt taclarını əllərindən aldılar. Mən ağamı daha da sorğuladım. Şeytan düşdüyü vaxt özünə haranı məskən etdi? O mənə cavab verdi. Atam qürurundan dolayı onu dəyişdi və ondakı nuru geri aldı. Onun üzü qırmızı ot kimi və tamamən bir insan üzü kimi oldu. Gizli Şam yeməyi İncili. Bu İncil hələ başqa bir dəlil də ortaya qoyur ki, şeytanın öz düzəltdiyi insan bədənini geyinməsi onun üçün bir cəza oldu. Şeytan Allahın gücü, nuru və elmi ilə yarada bilən yeganə kəs idi. Lakin Allah öz nurunu geri alanda şeytan həlak oldu. O, öz nağlı ilə Allahın mələklərinin 3-cü hissəsini sürüklədi. Beləliklə də kürsüsündən və səmalardakı yerindən atıldı. Düşmüş mələklər samasına düşərək rahatlanmaq üçün özünə və ya onunla birgə olanlara yer tapmadı. Kibir düşməsindən əvvələ dayanır. Bu, şeytanın məhv olmasının necə də mükəmməl təsviridir. Şeytanın üsyanı və dünyəvi aləmə düşməsi köhnə əhdə də aşkardır. Ey Zöhrə, Sübhün oğlu, necə də səmadan yerə düşdün? Ey millətləri tapdalayıb keçən, necə də yerə yıxıldın? Sən ürəyində dedin, göylərə qalxacağam. Kürsümü Allahın ulduzları üzərində ucaldacağam. Toplantı dağında, Safon dağının ən yüksək zirvələrində taxt qurub oturacağam. Uca buludların üzərinə çıxacaq, ən uzaq kimi olacağam. Amma sən ölülər diyarına, çuxurun dərinliklərinə endiriləcəksən. Yeşaya 14-cü bölüm 12-15-ci ayələr. Yahuda İncilində bildirilir ki, şeytanın təyin edilmiş bir ömür müddəti var. Açıqladığımız kimi, o ömür müddəti artıq bitmək üzrədir. Bu, Həvari Paulun təsvir etdiyi həmin gözlənilən dövrdür. İstəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. Sülhün Allahı tezliklə şeytanı ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsa'nın lütfü sizə yar olsun. Romalılar 16-cı bölüm 19-20-ci ayələr. Həqiqətən İsa əleyhissalam şeytanı ayaqları altında əzəcək şəxs, yəni Mehdi olacaq. İsa əleyhissalam həvarilərinə bir gün bu dünyaya qayıdacağını vəd etdi. Bu vəd İsa əleyhissalamın axır zaman hadisələrində başlıca rol oynayacağını deyən Hz. Muhammed əleyhissalam tərəfindən bir daha xatırladıldı. İbn Abbas nəql edir ki, Hz. Resulullah əleyhissalam belə buyurdu. Məndən sonra məxluqat üzərində xəlifələrim, vəsilərim və höccətlərim 12 nəfərdir. Onların ilki mənim qardaşım, sonuncusu isə övladımdır. Ondan soruşdular, ya Resulullah, qardaşınız kimdir? O buyurdu, Əli ibn Əbu Talib,
Soruşdular, övladınız kimdir? Buyurdu, yer üzü zülüm və ədalətsizliklə dolduğu kimi onu ədalət və bərabərliklə dolduran Mehdi. Məni haqq ilə göndərən Allaha and olsun ki, dünyadan bir gün belə qalsa, Allah Taala o günü oğlum Mehdi xuruc edənə qədər uzadacaq və Ruhullah İsa ibn Məryəm nazil olacaq və onun xəlifəliyində namaz qılacaq və yeryüzü onun nuru ilə aydınlanacaq və onun səltənəti şərqdən qərbəcən yayılacaq. Fəraidül Səmteyn kitabı, səhifə 43. Və bugün İsa aleyhissalam İmam Məhdi aleyhissalam ilə birlikdədir. Hətta o, İmam Əhməd Əl-Həsən aleyhissalamdan əvvəl Allahın yer üzündə xəlifəsi idi. İsa aleyhissalam İmam Əhməd Əl-Həsən aleyhissalamı ilk dəfə İmam Məhdi aleyhissalama təqdim edən şəxs idi. İsa aleyhissalamın məqamı çox ucadır. O qədər ucadır ki, İmam Əhməd Əl-Həsən aleyhissalam onun haqqında belə buyurub. Onların ikisi arasında məqamca, onun İsa əleyhissalam üzərində höccət olması xaricində heç bir fərq yoxdur. İsa aleyhissalam artıq bu kəhanətləri gerçəkləşdirməyə başlamışdır və o tək deyil. Bu, onun qabaqcadan xəbər verdiyi böyük qayıdış dövrüdür. O aleyhissalam bir dəfə belə buyurdu. Buna heyrətlənməyin. Çünki elə bir zaman gəlir ki, qəbirlərdə yatanların hamısı onun səsini eşidib qəbirlərdən çıxacaq. Yaxşılıq edənlər yaşamaq üçün, pislik edənlər isə mühakimə olunmaq üçün diriləcəklər. Bu hadisə eyni şəkildə Agnostik Şam yeməyi İncilində də təsvir edilir. İsa aleyhissalam belə buyurur. O zaman şeytan bütün ordusu ilə birgə bağlanacaq və oddan bir göldə yerləşdiriləcək. Amma Allahın oğlu və seçilmişlər səmada gəzəcəklər. O, şeytanı orada uzadaraq güclü və qırılmaz zəncirlərlə bağlayacaq. Ədalət görünməz atanın səltənətində günəş kimi parlayacaq. Allahın oğlu onları atanın ərşinin önünə aparıb deyəcək: buradayam, sənin mənə verdiyin övladlarımla birlikdə. Ey ədalətli ata, dünya səni tanımayıb, amma mən həqiqətən səni tanımışam. Çünki mənə vəzifə verib göndərən sənsən. Sonra Allahın oğlu atanın sağında oturacaq. Ata da mələklərə və seçilmişlərə hökmranlıq edəcək. Onlar aclıq, susuzluq nədir bilməyəcəklər. Nə günəş, nə də hansısa yandırıcı atəş onlara toxunmayacaq. Allah bütün göz yaşlarını onların gözündən dəf edəcək. Günəş müqəddəs atası ilə birgə hökm sürəcək və onun səltənəti əsrlər boyunca davam edəcək.